apokrif İncillərdə bu variant varmı? Sadəcə 2 yerdə rast gələ biləsiniz. O da beşikdə danışmasından yox, 5 yaşındakı uşağın danışmasından bəhs olunur. Yəni bunu da bir möcüzə kimi təqdim eləyirlər. Amma onun da yenə bu ayə ilə üst-üstə düşən heç bir tərəfi yoxdur. İsa peyğəmbərin beşikdə danışması anlayışı xristianlığa daha çox başucalığı gətirə biləcək bir məsələ idi. Amma bunlar bunu təqdim eləməyibdilər. Xilaskarın ərəb körpəli İncili 1-ci fəsil. Biz Məsihin dövründə yaşamış baş kahin Yusifin kitabında aşağıdakıları tapırıq. Bəziləri onun Qayafa olduğunu deyirlər. O dedi ki, İsa danışdı və həqiqətən də beşiyində uyuyan zaman anası Məryəmə dedi, mən Mələk Cəbrailin sənə bildirdiyi kimi, sənin dünyaya gətirdiyin İsa Allahın oğlu, Logosan və atam məni dünyanın xilası üçün göndərdi.